Salam, dindar insanları idarə etmək dinlər insanları idarə etmək üçündür deyirlər. Necə cavab verək? Yəni istəyirlər desinlər ki, din insanın Bəli, ateistlərin yaratdığıdır. məşhur Din insanın yaratdığı bir şeydir. Yəni bir dönəm üçün gəlib. Əgər elə olsaydı müəyyən bir dönəm üçün gəlməli. Amma görünən budur ki, din insanın ruhuna adekvatdır, insanın ruhunun tələbidir, insanın ruhuna uyğundur. Yəni dinin buyruqları mənim ruhuma yad deyil. Yəni axtardığım bir şeylərdir ki, mənə təqdim edirlər. İstər namazı olsun, istər orucu olsun, istər həcc olsun. Və bu cürlə bu təhlil eləsək, mən başa düşdüyüm qədər dini anlamaq üçün insanşünaslıq mövzusunu həll etmək lazımdır. Bəli. İnsanşünaslıq mövzusu həll olmadan dini anlaya bilməyəcəyik. Çox mühümdür bu. Mən ərəfə nəfsə fəqət ərəfə Rəbbə. Özünü tanı ki, Rəbbivi tanıyasan. Özünü tanıyandan sonra biləcəksən ki, din nə qədər insan həyatında lazımlıdır, din nə qədər insan həyatı üçün mühümdür. Ondan sonra başa düşəcəksən. Buradan keçir məsələ, özünü tanımaqdan keçir, öz tanıması. Özünü dərk eləyən dini də anlayacaq. Özünü dərk eləməyən dini tərk eləyəcək də. Neynəyəcək? Deyəcək, din boş bir şeydir. Çox gözəl. Hacı, mən loru dildə çox danışıram. Bəzən el dilində. O qədər kommunistləri, o Sovet adamlarını, materialistləri, ateistləri görmüşük ki, məsələn, bu sözləri deyiblər, hə, Məhəmməd sallallahu aleyhi və səlləm gətirib cəmaatı qorxutmaq üçün, idarə eləmək üçün filan. Bu sözləri deyənlər o qədər görmüşük. Sonra bir 50-dən o yana keçib, 60-a az qalmış başlayıblar namaza. Yəni soruşanda nə oldu ay kişi, nə oldu sən belə deyirdin, nə bilim belə eşidirdin, çox sıxmayın da qoy qılsınlar. Yəni o fitrətə qayıtmaq acı bir yaşdan sonra artıq o fitrətə qayıdış baş verir də. Təəssüf ki, vaxtında baş vermədi. Yenə də gec deyil. Şükür Allah qəbul etsin. Bəli. Yəni çox görünür belə insanlardan ki, peşman olublar o dediklərinə.